Buravan xanım, salam, vaxtınız xeyir. Salam, sabahınız xeyir. InMod cihazı Morpheus 8 prosedurasını icra edirik. Bu prosedur haqqında qısa sizə məlumat verim. Radiofrekans Morpheus cihazı, yəni çox radiofrekans cihazlarımız var, amma bu InMod Morpheus 8 kimi effektli ikinci bir proseduramız yoxdur deyərdim. Var, bir çox cihazlarda var. Morpheus 8 prosedurası bir çox bizim istifadə elədiyimiz proseduraları əvəzləyir. Məsələn, bir çox pasientlərdə deformasyon tip qocalma ola bilər, yorğun tipli qocalma olar, mimik tipli qocalma ola bilər. Bir neçə prosedur təyin edirik. Məsələn, lipolitiklər, kollagen stimulyatorlar, fermentoterapiya, köhnə kollagendən azad olmaq üçün biorevitalizant proseduraları bir çox prosedur təyin edirik. Morpheus 8 prosedurası ilə biz həm pi paketlərinin yəni azaldırıq həcmini, kollagen stimulyator funksiyasını yerinə yetirir və yeni kollagenin əmələ gəlməsinə kömək eləyir. Dərimizdə toplanan köhnə yaşlanmış kollagendən də bizi azad eləyir. Prosedura yəni çox da tez-tez olmur, reabilitasiyası qısadır. Yəni bütün 35 yaş üstü göstərişi olan pasientlərimizə tövsiyə edirəm. Çox gözəl nəticələr verir. Təbii ki, bu proseduradan sonra da ona yanaşı uyğun gələn bir neçə proseduraları da icra edirik ki, mükəmməl nəticə əldə edə bilək. Pasientlərimizin yaşı nəzərə alınır. Yəni çox deyərdim ki, son illərin ən gözəl nəticə verən, həm trend, həm də yəni nəyə görə trenddir? Çünki nəticələri çox gözəldir və reabilitasiyası çox qısadır. Yəni hər kəsə tövsiyə edirəm bu proseduradan yararlansınlar. Yəni tez plastik cərrahiyyəyə müraciət etməmək üçün Morpheus 8 proseduranı hər kəsə tövsiyə edirəm. Gördüyünüz kimi proseduramızı həm tək üz nahiyəsində deyil, həm də boyun nahiyəsində, sinə nahiyəsində icra edirik. Çünki boyun nahiyəsi bildiyiniz kimi ən tez yəni kollagenini itirən bir nahiyədir və bəzən xanımlarımız biz tövsiyə eləsək də boyun nahiyəsinə proseduralara çox yəni gəlmirlər. Ən çox üzdə olan proseduraları eləyirlər və müəyyən yaşdan sonra üzlə boyun arasında olan, dəridə olan fərqi hiss eləməyə başlayırlar və Morpheus 8 prosedurası bəzən məsələn elə hallar olur ki, artıq pasient çox çəki itirib və yaxud müəyyən yaşdan sonra artıq boyun nahiyəsində kollagen azlığı yəni çox hiss olunur və bu da dəri təbii ki, turqur tonusunu azaldır, dəridə sallanmalara səbəb olur və bu biz radiofrekans, iynəli radiofrekansla Morpheus 8 cihazı ilə proseduranı edirik və təbii ki, həmin pasientlərdə mütləq üzərindən kollagen stimulyatorlardan da istifadə edirik. Süd turşusu ola bilər, məsələn, polikaprolakton tərkibli preparatlar ola bilər, thread lifting ola bilər. Yəni bu proseduralarla birlikdə icra edirik. Və Morpheus 8 prosedurasının öncəsində və sonrasında da mütləq biorevitalizantlardan, biostimulyatorlardan istifadə olunması tövsiyə olunur. Bu təbii ki, aiddir müəyyən yaş kateqoriyasında və yaxud çox çəki itirmiş pasientlərimizə daha aiddir. Mütləq istifadə olunmalıdır ki, proseduranın nəticəsi daha yaxşı olsun. Nəticə olaraq bilirik ki, bütün proseduralarımız bəzən məsələn pasientlərimizə süd turşusu eləyirik və yaxud başqa kollagen stimulyatorlar eləyirik və Morpheus 8 cihazından istifadə edirik. Bir həftə sonra pasientlərimiz nəticə yoxdur deyə müraciət edirlər. Bildirmək istəyirəm ki, bütün ümumiyyətlə proseduralarımız, istifadə elədiyimiz, istəyir biorevitalizantlar olsun, istəyir dolğu olsun, istəyir aparat texnologiyaları olsun, bir hüceyrə bölünməsindən, yəni 28 gündən sonra təsir eləməyə başlayır. O müddət ərzində
Dəridə baş verən hər bir proses bu iltihab prosesi ola bilər, ödem ola bilər, amma yəni nəticə olaraq 28 gündən sonra artıq biz proseduraların nəticəsini görməyə başlayırıq. Bu dərimizin bizə verdiyi cavabla birlikdə başlayır. Və Morpheus 8 cihazı da, yəni demək istəyirəm ki, ən gözəl nəticə verən bir prosedurdur. Düzgün seçilən pasiyent olmalıdır mütləq prosedurun nəticəsi gözəl olması üçün.